O həftədə 3 dəfə idman zalına gedir. Deməli o, 10 və yaxud ana. Baxır kimin haqqında deyirsiniz. Həftədə 3 dəfə. В день, в неделю 3 раза. Dəfə raz deməkdir. В неделю 3 раза. Gedir idman zalına. Burada daimilik olduğuna görə siz idiot deməyə ixtiyarınız yoxdur. Sadəcə ходит. В спортзал. Deməli, он və yaxud ana в неделю 3 раза ходит в спортзал. Əzizlərim, necə gündəlik həyatınızda istifadə edirsiniz? Əminəm ki, istifadə edirsiniz. Və bu cümlələrin daha çox toplusu mənim PDF kitabımdadır. Bu metodikamla siz tez bir zamanda özünüz sərbəst müəllimsiz, kurssuz rus dilində B1, B2 səviyyəsində danışa bilərsiniz. Hardasa 65-70% rus dilində danışa bilərsiniz. Bunun üçün aşağıdakı məlumatı oxuyursunuz, həmən nömrə ilə əlaqə saxlayırsınız. Videonun üstündə də nömrəni qeyd edirəm. Əldə edin, faydasını görün və dünyanın harasında yaşayırsınız, yaşayın, hər biriniz əldə edə bilərsiniz və gözəl nəticəni özünüz şahid ola bilərsiniz.